Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə bir müştərimin istəyi üzrə ürək maketinin hazırlanma videosunu bölüşəcəm və gördüyünüz kimi təxmini olaraq qan damarlarının da, damarlarda qanın dövranını da bu formada göstərdim. Əyani olaraq uşaqlara fikrimizi daha aydın çatdırmaq üçün bu formada maketi hazırlaya bilərsiniz. Və bizə əvvəlcə ilk olaraq maket üçün penoplast lazım olacaq. Strafor. Yəni bunu adi formada da hazırlaya bilərsiniz, 3D formasında da kəsə bilərsiniz, fərqi yoxdur. Çox vaxt izləyicilərin də soruşur ki, məndən hardan əldə edirsiniz? Ya texniki əşyaların qutuları qablaşdırma zamanı götürə bilərsiniz və yaxud da mağazalarla danışıb əldə edə bilərsiniz və ən sadə formada isə səbət materialı olan mağazalarda artıq penoplast, strafor çox asanlıqla tapa bilərsiniz və bundan da əlavə inşaat materialı olan mağazalarda da olur. Bu formada bizə lazım olan hissələri payatniklə əritdim və altlıq üçün, dayaq üçün bu formada boruya yəni daha çox əritmişəm ki, borunu yapışdıra bilim. Və onu da deyim ki, həm vena üçün görüntü olaraq bu borudan istifadə elədim, eyni zamanda dayaq üçün. Amma üst hissələrdəki vena üçün mənə azca maillik lazım idi. Ona görə adi şlank istifadə edim, su üçün olan borulardır. Bunu da özünüzdə evdə yoxdursa, inşaat materialı olan mağazalardan əldə edə bilərsiniz. Və təxmini olaraq yerini dəqiqləşdirəndən sonra yapışdırırıq. Bu formada yapışdırandan sonra gördüm ki, çox da içəri keçirdə bilmirəm. Yəni, haradasa yarım santimetrə qədər içəri keçirtdim. Ona görə də bıçaqla həmin hissəni dərinləşdirirəm ki, daha yaxşı yapışdıra bilim. Baxın, bu formada bıçaqla dərinləşdirib yenə də kley vururuq. Ondan sonra şlankı yapışdıra bilərsiniz. Həm kley, həm də içəri keçirdikdən sonra daha möhkəm yapışacaq. Plastiklər ümumiyyətlə penoplasta biraz gec yapışır, yəni kley. Ona görə əlinizi bir müddət üzərində saxlayın soyuyana qədər, ondan sonra daha yaxşı yapışır. İndi isə silikon kleydən hissələri kəsmək üçün istifadə eləyəcəm. Kiçiklərdən də istifadə eləyə bilərsiniz. Amma şlankların ölçüsünə uyğun olaraq bunlar çox kiçik olacaq. Damarları təsvir etmək üçün mənə biraz maili borular lazımdır. Ona görə iplə bağlayıb biraz gözlədəcəm ki, istədiyim formanı əldə edə bilim. Yəni düz yox, biraz maillik olsa yetərlidir. Aortanı təsvir etmək üçünsə tam dairə bir forma lazımdır bizdə, haradasa yarım dairə deyək. Amma onu da şlankla və silikon kleylə göstərə bilməyəcəyik, çünki şlank tam bükülmür. Kley isə ölçüsü şlanka uyğun olmayacaq, bir-birinə uyğun, daha kiçik ölçü olacaq, belə deyək. Bir-birinə uyğun olması üçün kağızdan özümüz yarım halqa formasında boru hazırlamalıyıq. Bunun üçün kağızları bu formada bükürük və üzerini kağız skoçla bürüyəcəm. Yenə dediyim kimi bunları mən inşaat materialları olan yerdən əldə eləyirəm. Hətta xırdavat olan yerlərdən də əldə eləyə bilərsiniz. Kağız kleyin önəmi ondadır ki, üzəri rahatlıqla boyanır. Birbaşa boyamaq da olar, amma mən onun da üzərinə qırmızı jart kağız çəkəcəm. Baxın, bu formada biraz da içəriyə doğru qayçı ilə ya başqa bir atverka köməkliyi ilə içəri doğru yapışdırın ki, maketiniz daha möhkəm olsun. Jart kağız yapışdırmağımın məqsədi silikon kleylərin kağız skoça çox da yaxşı istədiyim kimi yapışmamasıdır. Ona görə üst hissəni mən əvvəlcə istədim boyuyum, amma gördüm ki, boyamaqla olmur. Çünki boyuyub bu kleyi yapışdırdıqda istədiyim effekti ala bilmədim. Ona görə ilk olaraq jart kağızla üzərini bu formada bağlayıram. Ondan sonra kiçik damarların, yəni o böyük kleydən kəsdiyimiz hissələri yapışdırmaq daha rahat olacaq. Hər iki formanı sınadım, amma ən uyğunu bu oldu ki, çox rahat yapışdı.
Maili formada kəsirəm ki, boruya istədiyim formanı verə bilim. Yəni belə yapışdırmaq alınsın ki, tam düz çıxıntı deyil. Amma gördüm silikon burada yaxşı yapışmadı. Ona görə deşib kleyi içəri keçirdirəm ki, daha möhkəm və etibarlı bir maket əldə edeyim. İndi isə boya işinə başlayırıq. Əsasən bizə 3 rəng lazım olacaq. Qırmızı, göy və əzələnin üst hissəsinə sarı görüntüsü lazımdır. Narıncı sarı qarışığında. Şlankın üzərini bu formada boyadım. Amma daha istədiyiniz rəngi, daha göy, mavi rəngi əldə etmək istəyirsinizsə, əgər şlank da rənglidirsə, ilk olaraq üzərinə bir dəfə ağ boya vurdum. Daha sonra mavi boyadım ki, istədiyim göy rəngi əldə edə bilim. Yoxsa çox tünd idi. Və arxa hissəndə damar formasında işləyəcəm. İndi isə altlıq maketin hazırlanmasını göstərirəm. Əlimdə qalın 2 santimetrlik taxtadır. Amma əlavə olaraq da 4 qat kardon yapışdırdım ki, maketimin dayaq hissəsi təkcə taxta ilə yapışdırsam qopa bilər. Qopma ehtimalı yüksəkdir. Ona görə amma kardonu deşib yapışdırdıqda sanki kardon da dayağı tutacaq və daha möhkəm bir maket əldə edəcəyik. Müştərimiz özəlliklə tapşırıb ki, uzaq yol gedəcək. Xahiş edirəm, qutuda çatdırılma eləyin, maket möhkəm olsun. Onsuz da biz müştərimizə də bildirdim. Bütün işlərdə daha möhkəm və keyfiyyətli olmağı nəzərə alırıq. Və alt hissədən də əlavə böyük şurup keçirtdim ki, boru hissəsindəki o ürək maketində alt hissə boru idi bildiyiniz kimi. Daha möhkəm olsun, yəni belə deyim. Əsməsin, yelənməsin, uzaq yoldur. Uzaq yoldan əlavə ümumiyyətlə maketləri mən hazırlayanda düşünürəm ki, bir gün üçün istifadə olunmayacaq, uzun müddət istifadə olunacaq bir maket olsun. Hətta bir dəfə bir müştərimə broş göndərdim. Bilmirəm çatdırılma zamanı olub, necə olubsa, alt qaşda biraz boşalma olmuşdu. Yəni heç vaxt bizim işdə belə bir iş olmayıb ki, müştəri sağ olsun çox anlayışla qarşıladı, dedi narahat olmayın, amma hələ də yadıma düşəndə çox pis oluram. Yəni biz həmişə müştərilərdən geri dönüş olaraq xoş rəylər, xoş sözlər almışıq. Hər zaman bu sözü eşitmişik ki, gözlədiyimizdən də artıq gözəl oldu. Biz belə gözləmirdik ölçüsündə. Çox xoşdur, çox sağ olun, amma bir dəfə belə məmnuniyyətsizlik olmuşdu. Tam da narazı olmadı. Sadəcə olaraq alt hissədə qaşda boşluq olmuşdu və ona çox pis olmuşdum. İndi yenə yadıma düşdü, amma müştərimiz çox anlayışlı müştəri idi, sağ olsun. Bu formada kağızın artıq hissələrini də kəsib götürürük. Demək olar ki, bura qədər işimiz bitib. İndi isə damar sistemini göstərmək üçün mən 2 ədəd sistem şurnulu aldım və 4 ədəd şpris lazım olacaq. Yalnız şunun lazım olacağı üçün başlıq hissələri götürdüm. Şprislərdə də yalnız özü, yəni iynələri lazım olmayacaq. Hər bir sistem şunuluna 2 ədəd şpris taxılacaq hər ucuna. Birini boş formada keçirtdim, digərini isə keçirtmədən öncə boyalı sudan çəkəcəm. Biri mavi, biri qırmızı təbii ki. Bu formada boyalı sudan çəkdikdən sonra şunulu keçirdirik. Şurunları yapışdıranda bəzi hissələri bayatniklə cığır açmışdım. O hissədən yapışdıracağım ki, daha yaxşı görüntü əldə edeyim, daha canlı görüntü əldə etmək üçün. Onu da qeyd etmək istəyirəm ki, biraz qarışıq görünə bilər. Şprisin ikisini bir tərəfə yapışdırırıq və vena üçün borunun birindən içərisindən keçirdəcəm. Ona görə şprisi çıxartdım və içəridən keçirdəndən sonra yenidən taxacağım. Dediyim kimi qarışıq görünə bilər, amma qırmızı boyanı belə deyək, sol tərəfdən yapışdırdım. Çünki dövr etdikdə sağ tərəfə doğrudur və yapışdıranda bir şunulun iki ucunu,
eyni istiqamətdə, digər şnurun da iki ucundakı şprisi eyni istiqamətdə yapışdırın. Adi kserokopiyadan sizə lazım olacaq qədər terminləri çıxarda bilərsiniz. Hamısını da çox qarışıq formada eləmək istəmədim. Yenə təbii ki, müştərinin istəyini nəzərə alaraq özü sadəcə sağ məddəcik, sol məddəcik və sağ qulaqcıq, sol qulaqcıq istəmişdi. Ümid edirəm sizlər üçün yararlı video olacaq. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.